Salam, hər vaxtınız xeyir olsun. Məni sevən bacılar. Bugünkü xəngəlin reseptini sizə demək istəyirəm. Deməli, nə elədim? 500 milliqram undur, 1 stəkan sudur, adi su. Onun içinə bir xörək qaşığı sirkə tökürsən. Qarışdırırsan, həmən su ilə xəmiri yoğurursan. Xəmirə də halalo üçün azca duz tökürsən. Qəşəng xəmiri yoğurursan, xəngəlin xəmiridir. 2 saat xaladenikdə qalır. Farşda ki, siz mal əti, toyuq əti necə istəyirsiniz, eləyə bilərsiniz. Onu da qoyursunuz xaladenika. Sonra elə mən videoda göstərdiyim kimi, elə mən belə maskorlarda eləyirəm. Maskorda belə o xəmiri qoyuram, belə bükürəm, belə eləyirəm. Sonra da qaz üstə suyun içində 15 minut qaynadıram qəşən onu, sonra götürürəm. Baxın, indi sizə göstərəm necə var. Sonra da üstünə belə sumaq səpirəm. Görürsünüz nə qəşəndir, bir dənə sizə göstərim. Baxın, heç para da olmayıb, görürsünüz. İnanırsınız, bir dadlıdır. Yəni mən özüm yemişəm, uşaq da yeyib. Çox dadlıdır. Yəni buyurub siz də bişirə bilərsiniz. Həqiqətən çox dadlı olur. Mən demək olar ki, həftədə bir dəfə, 2 dəfə bişirirəm. Vüsal yemir, Yuska yeyir, mən yeyirəm. Vüsal piraşki elədim, onun da reseptini sizə deyərəm. Hə, ürəklərim, bir də sizə piraşkinin də reseptini deyirəm. Deməli, piraşkinin resepti üçün düzünü sizə deyim. Gözüm burada özüm üçün yazmışam. 620 qram undur. 150 milliqram süddir, 150 milliqram südür, bir balaca qaşıq maya, 40 qram şəkər, 70 qram kərə yağı, duru yağı. Duru yağ. 2 dənə yumurta. Bunları xəmiri qəşən yoğurursan, 1 saat xəmiri qoyursan mayalanmaya. Naçinkasında mal əti ya da ki kartoşka ilə eləyirsən. Mən mal əti ilə elədim. İndi hər ikisini sizə göstərərəm. Bax, kartoşka ilə elədim. Kartoşka. Bir də sizə göstərərəm indi. Ətlə, bax, mal əti ilə. Bax, belə piraşkilər qəşən. Bura bax, buna bax, nə qəşəndir. Bax, siz də bu reseptlə eləyə bilərsiniz. Nüşücanla balalarınız yesin. Hə, bu həmən bu reseptlə yenə də birdən nəsə başa düşmədiniz. Mənə yazın, mən yorumlarda sizə cavab verərəm, amma bilən başa düşərsiniz. Bir də bax, ürəklərim, həmin xəmirdən qaldı. Bax, belə, özümə qozlu kətə elədim. Bax, belə, nə deyirəm, özümə uşaqlar yemir, mən yeyirəm çayla içmək üçün. Həmin xəmirdən elədim. Siz də bax, belə eləyə bilərsiniz. Nüşücanla yeyə bilərsiniz. Öpürəm sizi, yaxşı ki varsınız. Əgər bəyəndinizsə resepti takip atsaz, like eləsəz.